Salam əziz izləyicilər. Bugünkü məsələmiz Ələddin Məmmədlinin kitabındandır. Faizə aid məsələdir. Malın 5%-ni 30% gəlirlə, qalanını 8% zərərlə satılır. Ümumi satışdan neçə faiz gəlir əldə edilmişdir. Bu tip məsələni həll etmək üçün biz seçmə üsulunu seçək. Malın sayını götürək 100. Qiyməti götürək 10 manat. Dəyər olacaq 1000 manat. Yəni 100 də malı 10 manatdan 1000 manat qazanc əldə olunacaq. İndi malın 5%-ni deyir. 100-ün 5%-ni tapaq. 100-ü 5-ə bölüb 2-yə vururuq. Bu eləyir 40 dənəsini. 40 dənəsini 30% gəlirlə 10 manata satılan malı 30% gəlirini tapmaq üçün 30-a vurub 100-ə bölürük. Bu eləyir 3. Yəni 10 üstə 3, 13 manat. Deməli 13 manat verilir. Ümumi dəyərim olur 520 manat. Sonra deyir qalanını 100 dənəsindən 40-ı satıb qalıb 60 dənəsi. Bunu 8% zərərlə 10 manatın 8% zərərini tapaq. Bunu 8-ə vurub 100-ə bölürük 10-u. Bu eləyir 0,8. Ondan çıxıram 0,8. Bu da eləyir 9,2. Deməli 60 dənə malın hər birini 9,2 manatdan satılır. Bu da eləyir 552 manata. Deməli 40 dənəsindən 520 manat, 60 dənəsindən 552 manat qazanc əldə olunub. Deməli ümumi qazancımız olur 1072 manat. Amma qazancımız 1000 manat olmalı idi. Çıxırıq 1000-i. Böyük əməliyyatdan kiçik əməliyyatı çıxıb əvvəlkinə bölüb 100-ə vururuq. Bu da eləyir 72 bölünsün 10. İxtisar elədi 2 sıfır atdı. Bu da eləyir 7,2 faiz gəlir əldə olunub. Y variantı. Onlayn dəstəyə qoşulmaq istəyirsə 051 988 21 71 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Qulaq asdığınıza görə təşəkkür edirəm. Sağ olun.